Salam, hörmətli müəllimlər. Mən MHM Tədris Mərkəzinin tarix müəlliməsi Süreyya Allahverdiyeva. Biz bugün sizinlə MHM Tədris Mərkəzinin həyata keçirdiyi sonuncu sınaq imtahanının suallarını birlikdə müzakirə edəcəyik. İzahına baxacağıq. Belə ki, bizim birinci sualımız başlayır. Hansı sualına biraz yaxınlaşdırmağa çalışıram. Aha, bəli. Deyir ki, hansı hadisə Azərbaycan Respublikasının yaranması ərəfəsinə aiddir? Ümumiyyətlə bir hadisə əgər ərəfəsi deyirsə, yəni hadisədən əvvəl baş vermiş hadisə istənilir bizdən. Yəni məsələn toy ərəfəsi, toy günü olmur ki, toyun ərəfəsində olan proseslərdir, ərəfəsi olan hazırlıqlardır. Və müasir Azərbaycan Respublikası, yəni bunu hansı hadisə, müasir sözünü yazaq, müasir. Bu, deməli 1918-ci ilin 18 oktyabr tarixi daha çox qeyd olunur. Dövlət çevrilişləri cəhdi 1993-cü ilin avqust qiyamı məsələn ola bilər. Ona görə bunu götürmürük. SSR-nin saxlanması barədə referendum təşkil edilməsi, bu bizim müstəqillik elan etdikdən sonra baş vermiş prosesdir. Himimiz təbii ki, müstəqillikdən sonradır. Yeni Azərbaycan Partiyası 1992-ci ildədir. Azərbaycanlıların əzmini qırmaq üçün Sovet qoşunlarının Bakıya və digər rayonlara hücum etməsi 20 yanvar hadisələri 90-cı il olan hadisələrdir. Doğru cavabımız bizim Y variantıdır. İkinci sualda göstərilir ki, 19-cu əsrin 40-cı illərində inzibati islahatlara aid deyildir. Aid olmayan istəyir bizdən. İrəvan quberniyası 1849-cu ildə yaranmışdır, bu aiddir. Xəzər vilayətinin ləğvi, bu 1846-cı il inzibati bölgüsündür, bu da aiddir. Yelizavetpol quberniyası bu 1868-ci ildə, bəli, aid deyil. Türkmənçay müqaviləsi ilə yaradılmış erməni vilayətinin ləğv edilməsi 40-cı ildə, ona görə aiddir. Şamaxı quberniyasının mərkəzinin Bakıya köçürülməsi bu 1859-dadır, yenə 40-cı illərə aid deyil. Doğru cavabımız C variantıdır. Üçüncü sualda deyir ki, ABŞ-nin 19-cu əsrinə aid doğru olmayan, yanlış istəyir bizdən. İngiltərə ABŞ-yə öz müstəmləkəsi kimi baxmaqdan əl çəkdi. Bu doğrudur. Bu 1814-cü Gent müqaviləsindəndir. Seçki sezgi ləğv edildi. Bəli, Thomas Jeffersonun gördüyü islahatlardır. O da 19-cu əsrə düşür. Köləliyin ləğvi, yəni köləliyin ləğvi ilə bağlı bir emansipasiyada qərar var 1863-cü ildə. Bir də 1866-cı ildə konstitusiyaya edilmiş düzəliş var, götürə bilərik. Şimal ştatlarına yeni dövlətin yaranması. Şimal ABŞ var idi. Orada cənubda yeni dövlət, Amerika Ştatları Konfederasiyası yaranması nəzərdə tutula bilər. Cavab o görə orada D variantıdır, yəni yanlışdır. Vətəndaş müharibəsi təbii ki 1861-65-ci illərdir. 4-də deyir ki, uyğunsuzluğu müəyyən edin. Yəni bizdən yanlış istəyir. Ana xaqanlığı və ata xaqanlığı. Dini görüşlər formalaşmağa başlamışdır. Fikirləşirik, ana xaqanlığında dini görüşlər formalaşmağa. Dini görüşlər, gəlin ilk dəfə sözünü yazaq burada. İlk dəfə. Çünki ilk dəfə dini təsəvvürlər orta paleolitdədir, belə desək. Hətta alt paleolitdən belə formalaşan məsələlər var, totemlərə inamla əlaqədar. Və bunlar heç bir ana xaqanlığına aid deyil. Biri birdir. İstehsal təsərrüfatına keçid, bəli, keçid mezolitdə ana xaqanlığıdır. Əkinçilik və maldarlığın əsas sahəyə çevrilməsi. Əkinçilik və maldarlıq ana xaqanlığı dövründə, bəli, əsas sahəyə çevrilir. Ona görə bunu da götürmürük. Ata xaqanlığı ibadət və dini ayirlərin icrası üçün xüsusi binalar 100% var. Erkən-Tuncda. İbtidai metal işləmə. İbtidai metal işləmə, təbii ki, metal tanış olan vaxtıdır. Yəni eneolitdədir. Ona görə bunu ataya götürənmərik. Bu anadadır. Üçüncü sualımda yenə Erkən-Tuncda doğru cavabımız D variantıdır. 5-ci sualda deyir, uyğunluğu müəyyən edin. 20-ci əsrin 90-cı illərin birinci yarısı 50-yə qədər və 20-ci əsrin 90-cı illərin ikinci yarısı 50-dən sonrası soruşulur. Gəncədə hakimiyyətə qarşı hərbi qiyam təqribən birinci yarısına aiddir. 1-ə A olmalıdır. 1-ə A. Deməli, insan hüquqları üzrə müvəqqəti ombudsman 2001-ci ildə ümumiyyətlə heç birinə aid deyil. Ölüm cəzasının ləğvi bu 1998-dədir. Ona görə 2-yə C. Əsrin müqaviləsi 94-dədir. Sadəcə olaraq bura gəlin 21-ci əsr, ya da 20-ci əsrin müqaviləsi ifadəsini alır. Çünki 21-ci əsrin müqaviləsi də var. 20-ci deməli 20-ci əsrin müqaviləsinin imzalanması, bəli. Deməli, daha sonra deməli bizdə dedik ki,
Biri A doğru cavab oldu. A və D, bəli. 2-də C variantı dedik. Bakı Subsa kəmərinin çəkilməsi, bu da 98-dən sonraya təsadüf edir. Bakı Tiflis Ərzurum qaz kəmərinin çəkilməsi. Əgər imzalanması desəydi, bu da belə olsa 2000-ci illərə düşür. Çəkilməsi yenə 2007-ci ilə təsadüf edir qaz kəməri. Bu da aid deyil. 1-ə A-dır, 2-yə C-yə doğru cavabımız A variantıdır. 6-cı sualda deyir ki, 19-cu əsrin 30-cu yüzilliyində çarizmə baş vermiş üsyanlara aid, çarizmə qarşı baş vermiş üsyanlara aid düzgün olmayan fikir müəyyən, səhv istəyir bizdən. Üsyanların əsas səbəblərindən biri iltizam sisteminin mövcudluğu idi, niyə də yox. Zaqatala üsyanında dağlılar iştirak etmişdi, Zaqatala 30-cu illərdə deyil. Üsyan zamanı dağlılar ilə əlaqələr yaradılmışdı, bəli, yaradılıbdı. Lənkəran üsyanı əvvəl xan olmuş Mir Həsən xan başçılığı, bu da düzdür. Quba üsyanının gedişində hərbi şura yaradılmışdı, bu da düzdür. 7-ci sualda deyir ki, 1-ci Dünya müharibəsi ərəfəsində beynəlxalq münasibətlərə aid olan fikir müəyyən. Yəni müharibədən əvvəldən söhbət gedir. Məsələn, bir də deyir ki, Polşanın bir hissəsi, Almaniya Polşanın bir hissəsini ilhaq etdi. Yəni bu bilirik ki, 2-ci Dünya müharibəsi olan proseslərdir. Böyük Britaniya Afrikanın cənubuna sahib oldu. Bu cənub yaradılmasıdır. 1899, 1902 və 1910-cu ildə baş verən proseslər, İngilis boyu müharibəsi. Bulqaristanın Osmanlı dövlətindən asılı knyazlığa çevrilməsi. Bu da doğrudur, çünki söhbət 1878-ci il San Stefano sülhündən sonra çağırılmış Berlin konqresindən gedir. Krımın Rusiya tərəfindən işğal edilməsi çoxdan edir, 1783-də, yəni artıq çoxdan əvvəlki mərhələdir. Bosniya-Hersegovinanın idarə edilməsi ilə isə müvəqqəti olaraq Rusiya deyil, Asiya Macaristana verilmişdi 1908-ci ildə. Bu da yanlışdır. Doğru cavabımız orada 2-3, yəni C variantıdır. Venn diaqramında bizə Albaniya verilir və Atropatena verilir və mən düzgün cavab istənilir. Eradan 3-cü əsrdə İskəndərin pullarına oxşar pullar kəsilirdi, zərb olundu. Təbii ki, Albaniya dövlətində. Selevkilərlə mübarizə aparıb, təbii ki, Atropatena dövləti. Qavqamela döyüşündə iştirak edib heç biri, çünki onda heç biri dövlət deyildi. Parfiyalılar öz adamları kimi baxırdılar. Təbii ki, Atropatenalılarda belə bir ifadə səsləndirilir. Roma ordusunu məğlub etmişdir. Roma ordusunu məğlub etmə Atropatena dövlətinə xas olan bir xüsusiyyətdir. Əslində, yəni bunu Roma Respublikasının ordularını məğlub etmişdir. Gəlin ifadəsini yazaq, daha dəqiq olsun. Deməli, Roma Respublikasının Respublikasının ordusunu məğlub etmişdir. Yəni, Respublika dövründə Albaniyanın qələbəsini görmürük, Atropatenanı görürük Fraspada. Erdemir 1-ci əsrdə xarici hücumlara məruz qalmışdır. Bu da təbii ki, deməli, Erdemir 1-ci əsrdə niyə də ortaq olmasın ki, Romanın hücumları, hər ikisi xarici hücumlar gedir. 1-də A, 2-yə B, D-yə, 3-ə də F gedir. 9-cu sualda deyir ki, millətin formalaşması prosesinin birinci mərhələsi dövrünə aid deyildir. Millətin formalaşması bildiyimiz kimi 1875-1904-cü illərə əhatə edir birinci mərhələ. Aid olmayanı istəyirsə bizə Əkinçi qəzeti var təbii ki, elə proses Əkinçi ilə başlayır. Bakıda ilk toxuculuq fabrikinin açılması 1901-ci ildə deməli götürsək, gəlin Bakıda Tağıyevin toxuculuq fabrikinin açılması ifadəsini götürək, yazaq. Daha problemli bir şey olmasın. Bakıda deməli Hacı Zeynalabdin Tağıyevin, daha açıqlayıcı olsun. Deməli, Şolar suyu kəmərinin çəkilməsi 1917-də artıq bu proses keçir. Qalakənd zavodunun bağlanması bu 1906-7-ci illərdə baş verən prosesdir. Bu da yenə 4-ə keçmiş olur. Hərbi verginin alınmağa başlanması 1887-ci ildədir. Proses də 75-də başladığına görə o illərə təsadüf edir. Cavabımız ona görə 3-4-dür, yəni D variantıdır. Soyuq müharibə dövrünə aid cədvələ əsasən uyğunsuzluğu müəyyəndir. Yenə bizdən səhv istəyir, soyuq müharibə səhvi. Düzgündür, deyir, Böyük Britaniya tərəfindən səs-çəkmə siyasəti tətbiq edildi. Düzgün deyil axı. Səs-çəkmə Böyük Britaniyadan deyil, səs-çəkmə siyasəti Amerikan siyasəti idi. Şimali Atlantika müqavilə təşkilatı yaradıldı.
Sözün müharibə dövründə, bu düzdür axı, var, müharibə dövründədir. Qarşılıqlı İqtisadi Yardım Şurası, Sosialist Bələdiyyə iş, bu da düzdür, bu da var. Ona görə götürmürük, biz səhv lazımdır bizə. Yanlış variant. Yanlışdırsa götürməyəcəyik. Stalin dövrü buzların ən böyük, elə bir şey ola bilməz. Təbii ki, bu yanlışdır. Amma yəni biz yanlış götürməməliyik. Asiya, Afrika və Hind okeanı bölgəsində müstəmləkələrin azad edilməsi 3-cü dünya ölkələrinin yaranması nəticələndi. Deməli, bu yanlışdır. Aslında bu doğrudur. Yanlış deyil. Niyə götürmədik onda? Bunu başa düşmədim. Bir daha. Amma bu soyuq müharibə illərinə düşmür. Yanlışdır. Çünki bu müharibədən əvvəldir. Bu 2-ci Dünya müharibəsindən sonradır. Bəli, ona görə düşmür. Bəli, yanlışdır. Çernogoriyada kommunizm çevrilişi baş verdi. Doğrudur, yanlış deyil. Bəli, 60-cı illərdə var məxməri inqilab. Bəli, 1-6-dan görə doğru cavabımız D variantıdır. Sualı özümdə anlamağa çalışıram. Deməli, uyğunsuzluq istəyir bizdən. Yəni, 1 düz deyil. Ona görə götürdük. 1 düz deyil. 6 da səhv deyil. Ona görə götürdük. Bəli, bu belə çox mərtəbəli olur və beyin yandıran suallar olur, amma çox təəssüf ki, suallar bu şəkildə salınır. Cədvəldə sizdən düzgün olmayan cavabı bizdən səhv istəyir, səbəb və nəticə. Yusif ibn Əbusac xilafətə verilən xəracı dayandırdı və dayandırdı. Sacilər dövləti ilə xilafət arasında müharibə baş verir. Bəli, 1912-17 və s. 912-17-ci illər hadisələri. Və də deyir ki, Mərzban ibn Məhəmməd bəzi əraziləri dövlətdən asılı hala gətirməsi. Azərbaycan torpaqları 2-ci dəfə Baytalda birləşdirir. 2-ci dəfə birləşdirir də. Yusif 1-ci dəfədir, bu 2-ci dəfədir. Düzgün olmayan istəyir bizdən. Azərbaycan torpaqlarının Səlcuq türkləri tərəfindən işğal edilməsi 9-cu əsrdə yaradılmış olan feodal dövlətlər süqut etdi. 9-da deyil, 10-cu əsr olmalıdır orada. Səhv bu da budur. Oğuz axınlarının baş verməsi Rəvvadi dövlətinin hərbi gücü artdı. Bu düzdür. Şəddadi dövlətin Oğuzlarla əlaqə yaratması Bizans erməni Gürcü hücumlarına qarşı birgə müqavimət göstərməsi. Bu da düzdür. Yanlışı istəyir, yanlışdır C variantı. De, düzgün cavabı müəyyən edin. Bizdən düz istəyir. Bu da yenə mütləq şəkildə qəbul edilən sual strukturudur. İlham Əliyevin birinci prezidentliyi dövrü və onun xarici siyasəti, İlham Əliyevin ikinci prezidentliyi dövrü və onun daxili siyasəti istənilir. Birinci 2003-2008, ikincisi isə 2008, 805 gəldi, 2013-cü illəri əhatə edib, 5 ildən biri idi ilk başlarda. Deməli, Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri istismara verildi. 100%. Boru kəməri deyirsə, neft daşıyan boru kəməridirsə, bu 2006-dadır. Bu da düşür, bəli. Çadır şəhərciklərinin ləğv edilməsi. Əslində bu düşür. Amma xarici siyasətdir, bu daxili siyasətdir. 2007-də götürənməlik. Bakı-Tbilisi-Qars dəmir yolu boşu 2017-də aidiyyatı yoxdur. İlham Əliyevin ikinci prezidentliyi dövrü xarici siyasət. Deməli, TANAP-ın istismara verilməsi bu daxili siyasət deyil. Asan xidməti 2012-ci ilə fəaliyyətə başlayıbdır. Biz də nə dedik bəyək? 2013 dedik, ona görə götürürük və daxili siyasətdir. Qaz kəmərdə yeni xarici siyasətdə işləməyə belə ehtiyac yoxdur. Cavabımız B variantıdır. Rusiya Federasiyasına aid cavabı seçin. Düz istəyirsən. Çox partiyalı sistem Rusiya Federasiyasında var, bəli, Sovet Rusiyasından fərqli olaraq. İlk prezidenti Putin deyil, Yeltsindir, bu səhvdir. Rus ordusu Əfqanistana yeridildi, yox, bu soyuq müharibə vaxtındadır. Rusiya, Ukrayna və Ermənistanın iştirakı ilə MDB yaradıldı. MDB yarandıqdan sonra SSR dağılır və Rusiya Federasiyaya çevrilir. Aidiyyatı yoxdur. Ondan orada gün ay belə deyə fərqi var, da gün fərqi. Budapest protokolu imzalandı, bəli imzalandı. Ukrayna məsələləri ilə bağlı 94-cü ildə baş verən proseslər var eyni zamanda. Cavabımız 1-5 D variantıdır. 14-cü sualı deyir, cədvələ sizin uyğunluğu müəyyən edin. Yenə bizdən düz istəyir. Məşrutiyyə inqilabı ilə bağlı doğru fikir. Cənubi Azərbaycan mütləq düşür. Mütləq şəkildə Cənubi Azərbaycana fikir vermək lazımdır. Məşrutiyyə inqilabı ilə bağlı doğru fikir istənilir bizdən. İnqilab bitdikdən sonra konstitusiya qəbul edildi. Nə əlaqəsi var? Təbriz şəhərində seçkili orqanlar yaradılır. Düppədüz, əncümənlər. Üsyan bitdikdən sonra hərbi şura. Yəni, niyə üsyan bitdikdən sonra olsun ki? Üsyan vaxtı olar da. Milli Demokratik Hərəkat xiyabanı ilə bağlı səhv istəyir bizdən. Burada səhvi tapacağıq. Azərbaycan Demokratik Partiyası adı bu düzdür. İctimai İdarə Heyəti bu da düzdür. 1917-ci sonunda Tehranda mitinqlər. Tehranda deyil.
Bu Təbrizdə olmalıdır. Səhv orada oldu. Cavab orada B, F variantıdır. 15-ci dir Babəkin başçılığı ilə baş vermiş Xürrəmilər hərəkatına aiddir. Biz düz istəyir. Əməvilərə qarşı deyil, Abbasilərə qarşıdır. Maniçilik deyil, məzdəkilər olmalıdır. Əslində məzdəkilər də maninin təməlindədir, amma yəni məzdək gedir. Bəzi qlasının iqamətgah olaraq seçilməsi niyə də yox, bu düzdür. Xilafətin Franklarla deyil, Bizansla. Yəni Bizansla mübarizəni dayandırdı, Franklarla səhvdir. Afşin iqamətgahını Bərzəndə köçürdü. Bəli, doğru cavabımız C variantıdır. 16-da. Deyir ki, Yunanistanın Kiprdə enerjisi cəhət göstərməsi bu 70-ci illərdir. Türkiyə ərazisində ABŞ hərbi bazalarının yaradılmasına icazə verildi. NATO-ya girdikdən sonra baş verən prosesdir bu 52-ci ildə. Kənan Evrenin başçılığı ilə hərbi çevriliş bu 80-ci illərdədir. Şuşa bəyannaməsi bilirik ki, 2-ci Qarabağ müharibəsindən sonra 2021-ci ildədir. Türkiyə Yaponiyaya qarşı müharibəni təbii ki 45 fevralında eləyir 1945-ci ildə. İndi baxanda 5, hərbi baza 50-ci illər 2, 70-ci illər 1, Kənan Evren 80-ci illər 3, bəli, cavabımız A variantıdır. 17-ci sualda deyir ki, 19-cu əsrin ikinci yarısında Azərbaycan kəndlilərinin Rus kəndlilərindən fərqli cəhəti nə idi? Deməli, Damdan hissəsi hardadır? Rusdadır. Mənə lazımdır Azərbaycanda nə olub? Torpaq satın almaq üçün hökumət tərəfindən yardım alınırdı. Yox, biz alınmırdı axı. 5 desiyyətindən artıq pay torpağı ala bilmirdilər. Bəli, alamırdılar. 5 desiyyətin idi. Dövlət tərəfindən pay torpağı ala bilmək üçün pul yardımı alırdı. Almırdıq axı. Yeni şey deyil. Yeni şey də axı aylənçin oldu ki. Onu düzəldərik. Azərbaycanda kəndlilər torpağa və mülkədarlara təhkim olunmamışdı. Bəli, bizə təhkimçilik yoxdur. İstehsalat sadəcə dövlət kəndlərinə aid idi. İslahatlar daha doğrusu. Bəli, bizə dövlət yox, bizə sahibkar kəndlisinə aid idi. Bir də burada bunu necə belə düzəldək, fərqlilik olsun. Hökumət tərəfindən yardım alınırdı. Azərbaycan kəndlisi nə edirdi? İşlə malcəhət və bəhri vergisi ödəyir. Nə edəcək? Həmişəki kimi. Deməli, yazaq ki, malcəhət və bəhrə vergisi bəlkə onu belə eləyək, mükəlləfiyyət eləyək. Yəni mükəlləfiyyət eləyək. Eləməyək. Vergisi ödəyirdi. Sual dəyinlik. Malcəhət və bəhri vergisi ödəyirdi. Mükəlləfiyyət olsaydı səhv olardı, vergi isə düzdür. 18-ci sualda deyir, düzgün olmayan fikir müəyyən edin. Səhv istəyir bizdən. Zəkəriyyə Gəzvini coğrafi sahəsi görkəm düzdür. Ərc qalası Şimali Azərbaycan xalqının dar günündə etibarlı. Yox, Şimali Azərbaycan Təbrizdə daxil, Cənubi Azərbaycan olur. Xəzər sahilində Qazan xanın əmri ilə Mahmudabad, bu da düzdür. Səfiyyəttin Urmavi, ümumiyyətlə Urmavilər, Marağayilər, bunlar musiqiçilərdir. Ustad Əbdüləziz İbn Şərafəddin Əmir Teymurun sifarişi ilə iri həcmli tiyan bəli. Bu da doğrudur. Cavabımız o da B variantıdır. Çünki cənubda olmalıdır. 19-da deyir, cədvələ sistem uyğunsuzluğu. Yenə bizdən səhv istəyir. Səbəb mana dövləti zəifədə Midiya tərəfindən işğal oldu. Təbii ki. B-də deyir, 3-cü tutmasının işğalçılıq siyasəti yürütməsi Misir ilk dəfə sərhədlərini. İlk dəfə deyil, ilk dəfə birinci tutması. Özdə 3-də deyir, 2-də var bir şey. 3 olsun, heç olmaz. Birinci sazişin imzalaması Xan sülaləsi ilə Böyük Hun dövlətinə xərac verməli idi. Niyə də yox? Xan sülaləsi idi, bəli. Artabazın Roma ilə müttəfiqlik əlaqələri qurması Ariobarzanın Romanın köməyi ilə hakimiyyətə gəlməsi. Düzdür. Kəndləri və qumluların amansız istismarı Sarsarıqlar üsyanının baş verməsi. Əlbəttə ki, düzdür bu da. Bizə səhv istəyir. Bizə tapdıq B variantıdır. 20-ci sualda deyir, 1870-ci ildə kəndli islahatlarına aid olmayan səhv istəyir. 18 müddətində biyar almaq üçün, yox, biyar söhbəti yığışdırıldı, axı 70-ci ildə bu səhvdir. Kəndlər öz pay torpağını satın alarkən dövlət tərəfindən ona heç bir yardım göstərilmirdi. Olmayan istəyir. Səhvi götürdük, biri birdir, 2 düzdür. Kəndli pay torpağını hissələr və bütöv şəkildə sahibkarla qarşılıqlı razılıq əsası satın ala bilərdi. Bu da düzdür. Meşələrdə istifadə üçün əlavə vergi alınırdı. Deyil. Kəndli öz pay torpaqlarını bütöv şəkildə sahibkarla qarşılıqlı razılıq əsası satın ala bilərdi. Olmayan fikir istənilir bizdən. Düzdür. Deməli, 3 aid olduğuna görə götürmədik. 4-də deyir, meşədən istifadə üçün əlavə vergi alınmırdı, alınırdı. 70-ci meşələrə görə alınırdı. 4 səhvdir, ona görə götürürük. Bütün kəndlilər ildə 2 gün bəy təsərrüfatında əvrəz. Yəni, yenə deyirik, mükəlləfiyyət ləğv olunub. Ona görə bunu götürənməliyik. Yəni,
Bu düz deyil. Bizə də düz olmayan istəyir. Ona görə götürürük. Bir daha deyirik. Deməli 70-ci ildə aid olmayan istəyirsə, burada biyar alınırdı, biyara gedirdilər deyir. Bu aid deyil. Burada meşədən əlavə verici alınmırdılar deyir. Xeyr, alınırdı, bu aid deyil. Burada əvrəz var deyir. Xeyr, yox idi, ləğv edilmişdi. Ona görə də bu da aiddir. Cavab 1, 4, 5-də C variantıdır. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinə aiddir. Başqa üniversitet niyə xarici siyasət olsun ki? Ermənistanla hərbi müdafiə paktı necə imzalayaq? Necə insanlar ki, biz onlara müdafiə paktı imzalayaq? Qacarlar dövləti ilə dostluq haqqında müqavilə bəli, var. AXC-nin müstəqilliyinin ən son Sovet Rusiyası tərəfindən yox tanımadılar ki biz. Azərbaycan müstəqilliyinin de facto Paris konfrans tərəfindən tanınmaz. Bəli, cavab 3-5 Y variantıdır. Bir məntiqi ardıcıllığı tamamlayın, bizdən düz istəyir. Ünvanma parlamentə açıldı, bəli, açıldı. Danimarka 1849-cu ildə Konstitusiyası parlamentdə Danimarka, Şlezvig, Holşteyn, Prusiya və Avstriyaya verməyə razı oldu. Hə, bu 1864-dədir. Frankfurt müqaviləsi 1870-dədir. Bu arada hal-hazırdakı Paris sülhü Frankfurt olaraq daha çox istifadə olunur. Yenilikdir deyə. Elzas və Lotaringiya vilayətləri Almaniyaya verildi. Və bu Frankfurt müqaviləsi bağlanmalı ki, verilsin də. Ondan əvvəl necə verilə bilər? Məntiqi ardıcıllıq, xronoloji ardıcıllıqdır. Fransa müharibə təzminatı ödəməli idi və bu da 70-ci ildədir. Yenə bir dəqiqə. 70-də ödəyib, 14-də ödəyib, amma hər halda 64-dən sonra niyə 14-də geri qayıdaq ki? 70-dəki hələ olmayıbdı. Sənaye inkişafının səviyyəsinə görə Fransa və Böyük Britaniyanı ötüb keçirdi. Kim? Kim? Fransa və Böyük Britaniyanı ötüb keçirdi. Almaniya yazıq da. Almaniya. İnkar yazan sizsiz. Almaniya deməli, sənaye inkişafının səviyyəsinə görə Fransa və Böyük Britaniyanı ötüb keçəcək. Yox, hələ bundan sonra ötüb keçəcək. Yəni, müqavilədən sonra. Avstriya, Şlezvig və Holşteynin Prusiyaya verilməsinə razı oldu. Bəli, oldu 66-cı ildən sonra. Çər ittifaqı ilə sonra olacaq. 82-də formalaşacaq 1800. Cavab burada D variantıdır. 23-də deyir ki, Həsən padşahın dövrünə aiddir. Bizdən düz istəyir. Padşah deyir özdə. Qaraqoyunlu dövlətinin süqut edilməsi. Çağın da Həsən padşah. O dövrdə padşah gedirdi mi? Ağqoyunlu hökmdarı sözünü bura yazaq. Ağqoyunlu dövlətinin hökmdarı. Deməli, Qaraqoyunlu dövlətinin süqut etməsi yox. Süqut etdikdən sonra hökmdar olacaq. Trabzon krallığının Osmanlı bu da 61-də dəli hökmdar deyil. Venesiya diplomatik əlaqə düzdür. 20-yə qədər verici bunun nəfəsi Gödə Əhməddir. Moskva knyazlığı ilə Qızıl Orduya qarşı mübarizə aparması qoşulmadı. Qanunnaməni də bəli qəbul elədi. Cavabımız 3, 6, yəni D variantıdır. 24-də dir düzgün fikirləri müəyyən edin. Düz istəyir bizdən. Cənub Qafqaz Seymi dövrü, Bakı Xalq Komissarları Soveti dövrü. Mars soyqırımı Seymin fəaliyyət başladığı, yəni fəaliyyət dövrünə təsadüf edir. Bu doğrudur. Çünki Seyim 1918-in fevralından ta mayın 26-sına qədərdir. Bu da martda olub, daha gördüyümüz kimi. Batum sazişi bu Bakı Komissarlar Soveti dövrünə düşür. Çünki Bakı XKS 1918 aprelin 25-dən avqustun 31-nə qədərdir. Batum da iyunda bağlanılıbdır, ona görə düşür. Oktyabr inqilabı məsələ heç bir aidiyyatı yoxdur, 17 noktyabrındadır. Rusiya müsəlmanların birinci qutarı 20-ci əsrin əvvəllərindədir. Rusiya birinci Dünya müharibəsindən çıxması bu 1918-ci ilin bir dəqiqə, bu da 1918 martındadır. Niyə götürməyək? Seyim dövrünə düşür də. Seyim deməli dedik ki, nə vaxt başladı? Fevralda başladı. 18-in fevral, mart. Bu da düşür. Bu da düşür. Həm A, həm də Y. Həm A, həm də Y. Qafqazya Federativ Demokratik Respublikası ZSFSR. ZSFSR. Niyə götürməmişəm ki? Ay, yox, çünki niyə götürməmişəm? Deyimlə niyə götürməmişəm? Bir dəqiqə. Bir dəqiqə. Seyim mayın 28-də fəaliyyətini dayandırıb. Yenə düzgün deyil axı. Ay, bir dəqiqə. Deməli, Cənubi Qafqaz Seymi yarandı fevralda. Yəni bu təbii ki 1918-ci il. Fevralından ta nə vaxtına qədər? Mayına qədər. Elə deyilmi? Bu Seymin dövründə yaranır axı Bakı XKS. Bakı XKS də yaranır 1918-ci ilin aprelində. Hə, aprelində.
Aprelində yaranırsa, onda bu F-də gedir də bura. Və yaxud da Batum. Batumu bu görürmü? Batum Seymi görmür. Hə, Batum Seymi görmür. Qəşəng sualdır əslində. Amma ki, özüm öz sualımda ilişirəm. Zaqafqaziya Federativ Demokratik Respublikası ZSFSR Seyim dövründə yaranır. Hələ Seyim fəaliyyətini dayandırmayıbdır. Bura bir F-i də yazaq da, niyə yazmayaq ki? Amma Bakı KKS Seymi görmür. Nədir onun adı? Federativ Demokratik Respublikadan sonradır. Aprelin 25-dir və aprelin 23-üdür. Ondan əvvəldir. Bəli. Bir, həm A-nı görür, həm Y-ni görür, həm F-i görür. İki, ancaq B-ni görür. A-nı bir daha baxırıq. Mart soyqırımını komisarlıq görənməz. Çünki soyqırımdan sonra komisarlıq yaranır. Dünya müharibəsindən çıxmağa komisarlıq görə bilər. Dünya müharibəsi martdadır, komisarlıq yaranıb. Yanvar, fevral, mart, apreldə. Onu da görmür komisarlıq, görənməz. Bu birisini də ki, komisarlıq görmür, amma Seyim görür yenə. Əla, qəşəng necə sualdır. Halal olsun mənə. Deməli, cavab C variantı. Deməli, 24-cü sual. 25-ci sualdır. Xronoloji ardıcılığı müəyyən edək. Şumerlərin bərəkətli Ayparda məskunlaşması, binəyə qədim deyib da icmada. Persopol sarayının Makedoniyalılar tərəfindən yarandırılması bu ilk Qavqamelada, Midiya arasında Əhəməni imperiyası əleyhinə üsyanın baş verməsi, bu Qavmat üsyanıdır. Kadeş sülhü 13-cü əsrdədir. Hindistanda Makedoniya əleyhinə üsyanın baş verməsi, Hindistanda Makedoniya, bu eradan əvvəl əslində 317-də başlayıb üsyan, yəni İskəndər öldükdən sonra belə deyim. Başlayırıq 1-lə əlbəttə ki, 1, sonra Kadeş sülhü 13-cü əsr, sonra 500-ləri 6-cı əsr, sonra 4-cü əsr, Həməşin ölməli üsyanında Makedoniya əleyhinə. İskəndər deyib ki, Makedoniya əleyhinə deyir. Bəli, cavab C variantı doğrudur. 26-dır ki, hansı rəqəmin yerini dəyişsə xronoloji ardıcıllıq bərpa olunar? Görək də. Deməli, Fransada 2-ci imperiya dövrü başladı. Fransada 2-ci imperiya dövrü başlayıb 1852-ci ildə imperiya edirsə 70-ə qədər. Alman İttifaqı da gömrük bu 1834-dədir. Böyük Britaniya parlamentində burjua nümayəndələri hakimiyyəti təmsil olmağa başladı. Burjua isə bu birinci parlament islahatı. Bu 1832-dədir. Məsələn, tapdıq. 2 üçün yeni dəyişir. Yox, 1 üçün yeni dəyişir. Bir üçün, o birlərə baxaq. Azad olma haqqında emansipasiyada 1863-dür. Kanadaya dominionluq da ki 1867-dədir. Bəli. Deməli, 32 yuxarı çıxmalıdır, 52 aşağı düşməlidir. 1-lə 3-ün yerini dəyişirik. Cavabımız Y variantıdır. 27-dir. Hansı rəqəmi yeni? Hansı rəqəmi yeni dəyişdə xronoloji ardıcıllıq düz olar? Yazabitova Şuşada şəhər islahat edirsə 1892-dədir. Ağ zavod deyirsə bu 1873-dədir. Qarakənd, Bakıda, Qara şəhərə baxmışam. Ağ neft zavodu bu 50-ci illərdə inşası başlanır. Əgər yerlidirsə bu 63-də cavabdır, amma yerli dimlikdə ağ diriksə 50-ci illərdə ruslarda var. Qara şəhər bəli bu 1873-dür. Nasosla neftin çıxarılması 1878-dir. Daxili gömrüklü rəhdar da bu 1836-da ayalım, niyə belə oldu? İndi biz nə eləmişik? 1-lə 5-in yerini dəyişmişik. 36 düz oldu. 50, 73, 78, 92. Bəli, 1-lə 5 cavab C variantıdır. 28. Deyək ki, 2-ci Səfəvi Osmanlı müharibəsinə aid doğru fikir müəyyən edilmizdən düz istəyir. İç döyüşlərdə Osmanlılar Təbrizi yandırdılar. Yox, bu 2-ci Səfəvi Osmanlı içdə deyir, 85 Sufyan, içlərdə deyil, içlərdə Şirvanda bu ərazi. Molla Həsən döyüşündən sonra Çoxsa vilayəti Osmanlılardan azad edildi. Yox, bu da səhvdir. Müharibənin gedişində Səfəvilər Teymurilərlə də mübarizə Teymur nə gözümdür? Şeybanilər Xorasanı işğal elədi, bəli elədi. Şah Məhəmməd Xudabəndə İstanbul Xudabəndə öldü, yəni öldürüldü, Abbas gətirildi və o bağladı müqaviləni. Cavab D variantı. Uyğun olaraq Şərqin ilk cümhuriyyətinin müstəqilliyini tanıyan ölkə ilə Bakı şəhərində general qubernatorluq yaradan ölkənin xəritə ilk müstəqil tanıyan Osmanlıda 2-dir. General qubernatorluqda Böyük Britaniyadır, ingilislər yaradır Bakıda, AXC dövründə 5-dir, cavab D variantıdır. Yenə hansı rəqəmin yerini dəyişsə xronoloji arıcılıq dəyişər, ənənəvi sual tipi. Əhəməni dövlətinin süqutu əlbəttə eradan əvvəl 330-dur. Selevki eradan əvvəl 223-dür.
Mark Kraspo eradan əvvəl 53 karra deyək. Atopten yenidən müstəqillik bərpa olundu. Eradan əvvəl 190 maqneziya deyək. Bu qış iqamətgah eradan əvvəl 36-dır. Burada işin 3-dən 4-ün yerini dəyişəndə ardıcıllıq düz olacaq. Cavab C variantı. 31-də düzgün olmayan fikir istəyir bizdən. Səməd bəy Mehmandarov şikayətinə görə Georgi silahı ilə tərtib olunmuşdur. Olmayan deyir. Niyə də olmasın? Rusiya İmperator ordusunda Çarın yeganə müsəlman yarı Hüseyn Arquduzdur. İbrahim Ağa Vəkilov Qafqaza general-mayor rütbəsinə layiq yeganə şəxs idi. Bu arada İbrahim Vəkilov orada topoqraf idi. Yeganə də ifadəsi orada yanlışdır. Mir Əsəd bəy Talışxanovlar müharibə illərində Rus aralarında komandalı eləmişdir. İlk Azərbaycan hərbi tərəzi Fərux Ağayevovdur. Bəli, Fərux Ağayevovdur. Misir və Mannaya baxırıq. Biraz bunu belə eləyək. Çox oldu elə bir dəqiqə. Görək, Misir və Manna ilə nə deyir? Hieroqlif yazı əlbəttə çərçisində var. 4 burada nədir? 4. Deməli, 2-də 1-dir. Çox tanıcıq əlbəttə ikisində var. 2-də həm də 2-dir. Hitlərlə mübarizə əlbəttə Misirdədir. Qaştartin üsyanına yardım eləmişdi əlbəttə Manna. 3-də 4-dür. Qeyri-məhdud hökmdar hakimiyyəti ikisinin ortaqdır 5-dir. Ehramlar inşa edilirdi. Pilləvari ehram mı yazsaq buna? Düzdür, şeydə ilk başda pilləvari dəstində piramidalar. Başda piramidalar. Əhəmənlərlə, Əhəmənlər tərəfindən işğal edildi yazaq. Çünki ehram, əslində, Manna, ehram yoxdur. Ehramlar ölkəsi deyil Manna. Sadəcə abidələr var Mannada. Ehram deyil ki onlar. Ehram deyil. Əsərində sadəcə qurban kəsmə ayinin icra olunan bir yer var. Onu biz ehram götürmürük də. Ehram Misirə aiddir. Başqa nə ola bilər ki? Niyə görə burada nəsə bir mübahisəli bir şey olsun ki? Cavab B variantı. 33-də 19-cu əsrin ikinci yarısında təhsil və mədəniyyətlə bağlı səhv istəyir bizdən. Şimali Azərbaycanda bütün qəza məktəbləri 6 illik təhsil müddəti olan pullu şəhər məktəblərinə çevrildi 70-ci illərdə. Niyə yox ki? Azərbaycanda kənd əhalisi üçün məktəblər bəli 70-ci illərdədir. Sultan Məzid Gəncəzadə bu Tatar Rus 1880-ci illərdədir. Bu da ikinci yarısına düşür. İlk üsulü cədid adı verilmiş yeni tipli məktəb Seyyid Əzim Şirvani tərəfindən başda deyil də Şamaxıda idi. Yəni ikinci yarısında amma Şamaxıda idi. Cənubi Qafqaz müəllimlər seminar əsasında bu 70-ci ildə 79-dadır. 34-də deyir ki, 3-cü xaç yürüyüşünə aid olan hadisənin seçin düz istəyir bizdə. Aid olan istəyir. Necə aid olan ola bilər? Mosul hakimiyyəti destanı keçirməz. Hani niyə oldu ki? Olmayan olsun da yəqin ki burada. 3-cü xaç yürüyüşünə qədər, görürsünüz, özüm düz oxumuram. Deyirəm, sual mən belə qoymamışam. 3-cü xaç yürüyüşünə qədər aid olan hadisəni seçin. O deyir, şeytan arada bir adamın gözünü bağlayır, görmürsən. Qədər deyirsə, yəni ondan əvvəl baş verən hadisə, bəli, Edes ondan əvvəl olan hadisədir. Qüdsün azalması ondan əvvəl olan hadisədir. Bütün təbəyyədən sonra 3-cü səhv yürüyüşü olur. Dəniz yolundan istifadə edilməsi 3-cü səhv yürüyüşdə bu var. Bir yollardan biri də oydu. Buna nə cümlə? Burada da var da. Yenə də cümlə nəsə düz getmirəm. Gəlin deyək ki, Avropa krallarının rəhbərlik etməsi. Avropa krallarının rəhbərliyi ilə baş verməsi. Bundan əvvəlkilərdə yoxdur. Avropa krallarının rəhbərliyi ilə baş verməsi. Bizans imperiyası bərpa edildi. Yox, ondan əvvəl deyil, sonradır, hətta 4-dən sonradır. Yəhudilərə qarşı bəli, birinci səhv yürüyüşündə böyük qətliamlar törədilmişdi. Cavab 1-2-5-dir burada. Bir digər sualımız xəritə sualıdır. Xəritəni böyük veririk ki, aydın olsun. Amma görək, belə onda sual görə bilmirik. Biz sualı hal-hazırda görə bilməyib. Niyə düşmürsən, düş görüm aşağı. Deməli. Mən oxuyacağım, siz görəcəksiniz. Yəqin ki. Deməli, bu xanlıqların xəritəsidir. Aydın məsələdir. Və birə nə götürmüşük? Birə
İki hakimiyyətliyi götürmüşük Gəncəyə. Niyə də yox? Başqa burada Şamaxı aşağıdadır. Şamaxı yoxdur. Qubadır. Qubaya da aidiyyəti yoxdur. 2-yə vergi islahatı götürmüşük. Quba. Sizə Şəkidə də var axı vergi islahatı. Niyə eləmişik ki? Niyə eləyək ki biz? Qarabağda köçürmə eləyib, köçürmə də deyə bilmərik. Qubaya belə bir şey deyə bilərik. Digərlərindən fərqli nə deyə bilərik Qubaya? Qubaya deyə bilərik ki, Yekaterina köməyə gəlir. Yekaterin köməyi necə yazılır? Rusiyanın Qara dənizə çıxışını təmin edən Rus çariçası tərəfindən hərbi yardım göstərilmişdir. Rusiyanın ilk dəfə Qara dənizə çıxışını təmin edən Rus çariçası tərəfindən hərbi yardım göstərilmişdir. Niyə də yox? Göstərildi də. Deməli, bunu biz Qubaya şamil elədik. 2A. 3 bizdə Qarabağdır. Qarabağa deyirik ki, Məhəmməd Həsən xan Qacarın hücumu bəli 757. Xan Qacar. Deməli, 4-də isə tamam. Şəkiyə isə biz demişik ki, Osmanlı dövlət diplomatik əlaqələr düzdür. Məsələn, C-ni heç nəyə verməmişik. 50-ci ildə Şəki xanlığından asılı vəziyyət düşübdür. Qarabağ kəndi burada işarələnməyib. Yəni, məntiqli A, B, C, D, Y kateqoriya çarlığına bac vermişdir. Bir İrəvan idi, bir müddət verir. Qalan heç bir aidiyyəti yoxdur. Biraz Gəncədə gürcülər bölürlər, amma orada bac söhbəti haqqında danışılmır. Bəli, cavabımız B variantıdır. Heç bir problem görmürəm. Gedək o biri suala. Deməli, bunu elədik. Şimdi gəldik 36-ya. Deyir ki, tarix elmi keçmişdə baş verən hadisələri araşdıraraq obyektiv nəticəyə gəlməyi qarşısına məqsəd qoyur. Bəli. Lakin tarixçilər eyni hadisə haqqında fərqli nəticələrə gələ bilərlər. Bu tarixi biliklərin nisbi xarakter daşıdığını göstərir. Bu vəziyyətin əsas səbəbi aşağıdakılardan hansıdır? Bu da yeni model suallarımızdandır. Özümüz də sual dərk eləməyə çalışaq. Tarixçilər fərqli fikirlərdə olurlar. Niyə? Nə üçün fərqli fikirlərdə olur? Niyə? Tarix siyasi və iqtisadi prosesləri öyrənən ictimai elmdir. Bunun fərqli proseslərə nə aidiyyəti var? Tarix hadisələr xronoloji ardıcılıqla öyrənilir. Bunun fərqli fikirlərə nə aidiyyəti var? Tarixçilər hadisələri müxtəlif mənbələr və fərqli metodoloji yanaşmalar əsasında şərh edirlər. Bu doğrudur. Yəni sən müxtəlif mənbədən öyrəndə müxtəlif metodoloji yanaşmalar olanda təbii ki, müxtəlif fikirlərdə olarsan. Tarix zaman və məkan baxımından təsnif olunur, olunsun da, yəni bu müsbət bir şeydir. Tarix elmi digər ictimai elmlərlə əlaqədardır. Bu da bizə bir mənfi bir meyar verir. Cavabı da C variantıdır. Eldənizlər dövlətinə aid uyğunluğu müəyyən edək. Məhəmməd Can Pəhləvan və Qızıl Arslan. Baxaq görək. Biz Məhəmməd Can Pəhləvanı götürmüşük ki, paytaxtın Naxçıvandan Köçərə köçürdü. Bəli, Naxçıvandan Həmədana köçürdü. Bir də götürmüşük ki, daimi nizami ordu yaratdı. Yaratdı 50 min ordusu var deyilənə görə. Qızıl Arslanı isə götürmüşük ki, İraq Səlcuq Sultanını məğlub etdi. Məhəmməd Can Pəhləvan Səlcuq feodallarla mübarizə aparır, amma İraq Səlcuq Sultanı mübarizə bir şey yoxdur. Sərhəd bölgəsi gürcü erməni basqınlarının baş verməsi, sərhəd bölgələrə erməni basqınların baş verməsi. Yəni ermənilər əslində gürcülərlə bu mübarizə aparır, bax Məhəmməd Can Pəhləvan. O cürə məncə heç orada yersiz oynayır. Amma başqa bir şeylə əvəzləyərik. Monqol hücumları heç biri görmür. Xarəzmşah Cəlaləddin bir çox Azərbaycan ərazisində işğal yox. Bunlar heç bir xaricilər Cəlaləddini də görmürlər. Bunun başqa dəxilsiz bir şeylə də əvəz eləyə bilərik. Məsəl üçün. Gənclərin qala qapıları gürcülər tərəfindən qarət edildi. Heç bir aidiyyəti yoxdur. Gəncənin qala
Qadağaları güclər tərəfindən qarət edildi. Yəni, qarət edildi. 38-ci sualda yenə yeni vəziyyətdən, yeni situasiyalarımızdan biridir. Mənbələrin təsnifi, uyğunluq bizdən istənilir. Gündəlik, rəsmlər, rəsm vizuala gedir də. Silahlar və jurnallar. Deməli, yayımlanmış sənədlər, yəni çap olan sənəddir də. Çap olan sənəd təbii ki, jurnaldır. Dərc olunmamış sənədlər. Dərc olunmamış deyirsə, olunmamış yazmışıq. Olunmamış. Aha. Sənədlər bu da gündəlikdir. Yəni, heç kəs gündəliyini çap olunsun deyə hazırlamır. Gündəlik məxfi bir şeydir. Səsli və vizual sənədlər, vizual görüntülüdür də, bu rəsimdir. Qalıqlar və artefaktlar, bu da silahlardır. Bəli, cavabımız ona görə B variantıdır, yəni 2-dir. Bir digər sualımız, verilenlərin aid olduğu şəhəri xəritədə müəyyən edin. Cahan Şahın əmri ilə burada məscid tikildi. 10-cu əsrdə bu şəhər Bağdaddan üstün hesab olunurdu. 11-12-ci əsrdə bu şəhər sənətkarlıq və ticarəti mərkəzi hesab olunur. Təbrizdir, təbii ki, söhbət Təbrizdən gedir. Cavab 5-dir. 40-cı bir digər maraqlı sualımız budur ki, 2-ci Aleksandrın dövrünə aid olmayan fikrimizə səhv istəyir. Bu Aleksandr da 3-cü Aleksandr 1881-dən 1894-ə qədərdir hakimiyyət illəri. Rus çarlarının hakimiyyət illərini bilmək mütləqdir. Xüsusən də bu 19-cu əsrdə. Rusiya Xalqlar Həbsxanası düppədüz. Qafqazın türk və digər müsəlmanların xalqlarının siyasi, iqtisadi və mədəni hüquqlarını düppədüz. Milli dini zülm ruslaşdırma siyasəti düppədüz. X-ray siyasəti düppədüz. Amma bütün mərkəzdə sənin işğalı yox. Niyə? Çünki o 1895-dədir. O 2-ci Nikolayın dövrünə təsadüf edir. Hörmətli müəllimlər, hər birinizə uğurlar arzu edirəm. Qarşıdan gələn imtahanlarda hər birinizə çox çətin bir missiya gözləyir. Bu missiyada hər birinizə uğurlar diləyirəm. Qruplarımızda da qeydiyyat davam edir. Sınaq belə qruplarımızda da qeydiyyat davam edir. Həftə 3 dəfə olmaq şərti ilə sınaqlarımız olacaq. Onların izahları olacaq. YouTube üzərindən həftə bir dəfə bazar günləri canlı dərslərimiz olacaq. Əgər proseslərə dərslərimizə qoşulmaq istəyirsinizsə, MHM Tədris Mərkəzinə əlaqə saxlaya bilərsiniz.